Bu film təkcə sənətli bir film deyil. Bu həqiqətən də bizim tarixi yaddaşımızı özündə qoruyan bir missiyadır ki, Bu günləri Qızılbaş Gənclərə Maarifləndirmə İctimai Birliyi bu vəzifənin öhdəsindən layiqincə gəldi və daim gəlməyə davam edir. Həm jurnalist həmkarım, həm eyni zamanda İctimai Birliyin mən də bir nümayəndəsi olaraq yenə də hər iki sahədə də həmkarıq və bilirəm ki, Aqil bəy çox möhtəşəm layihələr imza atır və arxasında həqiqətən adı varsa o layihəni sonuna qədər çatdırır. Söhbət orasına gedir ki, bizim qəhrəmanlarımızın tarixi hekayələri, qəhrəmanlıq yolumuz mütəmadi olaraq gələcək nəslə örnək olaraq təqdim olunmalıdır. Və Tənzilə xanım çox gözəl söylədi ki, onlara biz uzun-uzadı, saatlarla olan filmləri təqdim etməkdənsə, çünki indiki gənclik, 21-ci əsrin gənci o qədər flexible gənclərdir, o qədər sürətli gənclərdir və onlara biz o hadisələri uzun-uzadı danışsaq, onlar onu dinləməyəcək, izləməyəcəklər. Amma bu cür filmlər və bu cür çəkilən keyfiyyətli materiallar və belə kiçik bir xronometrajda olmağı onların birbaşa təftəşliyinə təsir edəcək. Ona görə mən çox sizə təşəkkür etmək istəyirəm və bilirəm ki, sizin o hərbi yoldaşlarınıza siz nə qədər bugün onların yanınızda olmadığını və bu qələbə sevincini onlarla birgə paylaşmamaq bir hissini yaşayırsınız. Təşəkkür edirəm ki, bu filmdə siz o içinizdəki o istirabı qoruya bildiniz və hadisələri çox sivil, çox humanist, həqiqətən də bu bizim ölkəmizə xas ola bilən tolerantlığı qoruyaraq siz bunu təqdim etdiniz. Mən əminəm ki, gənc nəsildə sizdən böyük bir örnək götürəcəm. Bu filmdə əməyi olan hər kəsə dərin təşəkkür bildirmək istəyirəm. Dünyasını dəyişmiş bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm. Həyatda olan bütün qəhrəmanlarımıza isə Allahdan can sağlığı arzulayıram. Yaxşı ki, varsa sizin sayənizdə biz artıq 30 ilin həsrətində olan torpaqlarımıza qədəm basırıq və qədəm basdıqca da hər birinizə dərin təşəkkürümüzü bildiririk. Aqil bəy, sizə də böyük təşəkkürlər. Həqiqətən təşəkkür edirəm.